Salam, hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilərimiz. Azərbaycan Nədən Danışdı proqramının 2026-cı ilə olan ilk buraxılışını təqdim edirik. Studiyada mən Yunis Orucovdur. Əziz dinləyicilərimiz, çox təəssüf ki, il gərgin başlayıb. Artıq Amerika və Venezuela arasındakı gərginlik sizə məlumdur. Biz bugün bu barədə danışacağıq. Həmçinin Amerika prezidenti Donald Trump'ın bir çox Latın Amerikası ölkələrini, o cümlədən İranı təhdid etməsi ilə bağlı müzakirələr də diqqət mərkəzimizdə olacaq. Söhbətimizə başlamazdan öncə qeyd edim ki, politoloq Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə bizə telefonla bağlanıb. Hər vaxtınız xeyir olsun. Salamlayıram, hər vaxt xeyir. Məhəmməd müəllim, Amerika-Venezuela gərginliyi, daha doğrusu Maduro'nun ölkədən çıxarılması və yaxud da qaçırılması, indi bunu nə cür adlandıracaqsınız bilmirəm. Sizcə beynəlxalq hüquq anlayışı tamamilə aradan qaldırılıb, yoxsa hələ də ümidlər var? Bilirsiniz, dünyada yeni bir siyasi nizam formalaşır. Biz daima yeni siyasi nizamı keçmək mərhələsini daima qeyd edirik. Təbii ki, ABŞ-ın Venezuela prezidentini gəlib həbs edib onu Amerikaya aparması təbii ki, bir ölkənin suverenliyi pozulması. Bu beynəlxalq hüquqa ziddir. Amma biz yaxın tarixə baxanda da ABŞ belə bir əməliyyatlar həyata keçirib. Panamanın da dövlət başçısının vaxtilə həbs etmişdi. Və bundan əlavə böyük dövlətlər həmişə öz təsir zonasını formalaşdırmaq üçün kiçik ölkələrə qarşı xüsusi əməliyyatlar keçirir. Vaxtilə keçmiş SSR-i də Çexiyada, Macaristanda, sonra Əfqanistanda da eyni əməliyyatlar həyata keçirmişdi. Onda da beynəlxalq hüquq var idi, beynəlxalq nizam var idi. Bəzən bir çox böyük dövlətlər öz maraqları kontekstdə siyasət həyata keçirəndə beynəlxalq hüququ heç sayırlar. Məhz ABŞ-da Venezuela'ya qarşı həyata keçirdiyi bu əməliyyat təbii ki, beynəlxalq hüququn pozuntusudur. Amma biz fikir verək, Venezuela prezidenti də legitim prezident kimi tanınmayıb. Nə Amerikada, nə Avropa İttifaqında, sadəcə olaraq Çin, Rusiya, İran Venezuela sıx əməkdaşlıq edirdi. Təbii ki, bu çox mənfi president yarada bilər, amma Amerika Birləşmiş Ştatları bir daha bununla dünyaya mesaj verir ki, həm Çinə, həmçinin Rusiya mesaj verir ki, o təkcə hücumun ölkədir. Bundan əlavə ABŞ-ın hələ ötən ilin axırında, yəni keçən dekabr ayı xarici siyasət üzrə milli strategiyası elan edildi və burada Amerika Birləşmiş Ştatları daha çox Qərb yarımkürəsi, Latın Amerikası qitəsi ilə məşğul olacağı vurğulanırdı. Monroe doktrinasına qayıdıb, 19-cu əsr doktrinası yenidən gündəmə gəlib. Amerika Birləşmiş Ştatları istəmir ki, onun təsir zonasında, periferiyasında Çin və Rusiya kimi böyük ölkələr Venezuela'dan Plaçarım kimi onun neftini və faydalı filiz yataqlarının işlənməsini həyata keçirsin. Ona görə də bu əməliyyat baş tutdu. Və təbii ki, Venezuela prezidenti də xalqla özü arasında böyük bir uçurum yaratmışdı. Uzun illər orada hiperinflyasiya, avtoritarizm, narkokartellərlə əməkdaşlıq, yəni bu kimi məsələlər xalqın dövlət Maduro'dan etirazlarına gətirib çıxarmışdı. Ona görə də xalq da onun gedişini bayram kimi qeyd edir. Amma təbii ki, bu məsələlər də aydındır. Amma bunu Venezuela xalqı cəzalandırmalıydı. Amma bir ölkənin gəlib digər ölkənin prezidentini həbs etməsi təbii ki, bu nə mənəvi, nə də hüquqi cəhətdə doğru addım deyil. Siz bir qədər əvvəl Monroe doktrinasını xatırlatdınız, amma nəzərə alaq ki, bu doktrina qəbul ediləndə o daha çox müdafiə ideyasına əsaslanırdı. İndi isə hegemonluq və hücum strategiyasını özündə ehtiva edir. Sizə elə gəlmir ki, artıq doktrinanın mahiyyəti dəyişib? Təbii ki, bilirsiniz, Amerika Birləşmiş Ştatları bundan sadəcə manipulyasiya kimi istifadə edir. Həmin 1823-cü ildə həmin Monroe doktrinası qəbul ediləndə o sadəcə olaraq Avropa ölkələrin Amerika qitəsinə
hücumunun qarşısının alınmasına yönəlmişdir. Müdafiə xarakterli idi. Amma indi sadəcə olaraq Amerika Birləşmiş Ştatları bir növ bu doktrinaya qayıtmaqla Rusiya və Çini bu regiondan çıxartmaq və Amerika qitəsində yerləşən ölkələr üzərində öz imperiya maraqlarını təmin etməlidir və bundan sonra da təbii ki, digər regionlara da öz təsir gücünü göstərəcək. Bəziləri düşünür ki, Venezuela ilə bağlı yaranmış vəziyyət ona dəlalət edir ki, Amerika və Rusiya prezidentlərinin Alyaskada keçirilən görüşündə bu barədə müəyyən razılıq əldə olunub. Razılıq ondan ibarətdir ki, yəni bu ehtimaldır. Ondan ibarətdir ki, ümumiyyətlə Amerika qitəsində hegemonluq Vaşinqtonun, Ukraynada isə və hegemonluq Rusiyanın əlinə keçir. Siz bu ehtimalı nə dərəcədə qüvvətli ehtimal kimi dəyərləndirirsiniz? Yox, mən düşünmürəm ki, Amerika Birləşmiş Ştatları Rusiya ilə belə bir razılığa gedə, bu məsələlər müzakirə olma. Amerika onda Rusiya olur fövqəladə dövlət. Elə Rusiyanın da istədiyi bundan ibarətdir ki, keçmişdə postsovet məkanda Şərqi Avropada öz təsir zonası formalaşdırsın, fövqəladə dövlət statusu əldə etsin. Amma Amerika Birləşmiş Ştatları burada tək qütblü dünyada möhkəmlənir. Hətta ABŞ prezidenti Donald Trump qeyd edir ki, Amerikaya hamı hörmət etməlidir. Yəni hörmət deyəndə Amerikanın gücünə hamı hesablaşmalıdır. Burada Rusiya da var, Çin də var. Durub Anchorage-da, Alyaskada Trumpın Putinlə dünyanı nüfuz dairəsində bölüşdürməsi istiqamətdə hər hansı bazarlığa getməsində mən düz qiymətlər. Yəni inandırıcı deyil. İnandırıcı konspiroloji bir fikirlər ortaya atırlar, fikirlərdir. Ukraynada Putin nəyə nail olub? Orada şiddətli döyüşlər gedir. Amerika dolayı yolla Ukraynaya silahlar göndərir. Avropa İttifaqı, Böyük Britaniya Ukrayna silahlı qüvvələri kifayət qədər Rusiyaya qarşı döyüş əməliyyatları həyata keçirirlər. Rusiyanı durdururlar orada. Həmçinin ABŞ-la Ukrayna arasında da intensiv danışıqlar gedir. Yəni belə olan təqdirdə mən düşünmürəm ki, belə bir razılaşma əldə olunsun Rusiyaya, Rusiyanın nüfuz dairəsi tanınsın. Və bir ehtimalı da istəyirdim sizin diqqətinizə çatdırım və mövqeyinizi öyrənim. Bir çoxları düşünür ki, Venezuela ilə bağlı atılmış addım Vaşinqton tərəfindən siyasi yox, daha çox iqtisadi maraqlara söykənir. Əsas məqsəd Venezuela neftinə sahib olmaqdır. Bu barədə sizin fikirlərinizi öyrənmək maraqlı olardı. Təbii ki, burada iqtisadi maraqlar da var, siyasi maraqlar da var. Siyasi maraq olur ki, Çin və Rusiyanı bu regiondan çıxardır. İqtisadi maraqlar olur ki, Venezuelanın neftdən əlavə onun lityum yataqlarına sahiblənir. Çünki Venezuelanın işlənməmiş yeraltı təbii sərvətləri var və təbii sərvətlərdən də Çində var. Amerika Birləşmiş Ştatları da məhz həmin yataqların işlənməsini həyata keçirəcək və bu da müasir kompüter sistemində süni intellekt və digər raketlərin işlənməsində həmin lityum yataqları Amerika üçün daha da strateji, iqtisadi önəm kəsb edir. Ona görə də burada həm siyasi, həmçinin iqtisadən də geostrateji bir siyasət var. Əsas diqqət mərkəzində olan məsələlərdən biri də qarşıdakı dövrdə Çinin nə cür hərəkət edəcəyi ilə bağlıdır. Əsas ehtimallar sizcə nədən ibarətdir? Çin, bilirsiniz, mən düşünmürəm ki, Çin Amerika Birləşmiş Ştatlardan üz-üzə gələr. Çinin indi əsas diqqəti Tayvana yönəlib, amma Amerika Birləşmiş Ştatları imkan verməz ki, Çin Tayvanı ələ keçirsin. Çünki Tayvanın Çin tərəfindən ilhaqı Amerika Birləşmiş Ştatlarının beynəlxalq nüfuzunu zədələyə bilər. Yəni bu müstəvidə... Amma prezident yaranıb axı. Prezident axı Çinin də elə güclü əməliyyat sistemi yoxdur ki, Delta kimi gəlib Tayvandakı həmin oradakı lideri götürüb aparsın. Amerika Birləşmiş Ştatları ümumiyyətlə buna imkan verməz. Ümumiyyətlə biz bunu prezident kimi qeyd edirik, amma nəzər alaq ki, mən qeyd etdim, yaxın tarixdə belə hadisələr olub. Bir dövlət tərəfindən, böyük bir dövlət tərəfindən kiçik ölkənin prezidenti həbs edilib və yaxud öz iqamətgahında öldürülüb. Bu olub və düşünürəm ki, bu gələcəkdə də olacaq. Amma
Çinin hazırki mərhələdə bunu etməsi Tayvana qarşı ABŞ və Çin arasında yeni münaqişəyə gələ bilər. Çin də hələ ki hərbi münaqişədə maraqlı deyil. Amerika mətbuatı yazır ki, artıq İranın ali dini rəhbəri ölkədən qaçmağa hazırlaşır və istiqamət Rusiyayadır. Siz bu xəbərləri nə cür qarşıladınız və ümumiyyətlə yaxın gələcəkdə İranı nə gözləyir? İranda baş verən etiraz aksiyaları təbii ki burada İran realının dollar qarşısında ucuzlaşması, sanksiyaların təsirinin iqtisadiyyatın çökməsi, əhalinin sosial vəziyyətinin ağırlaşması və mühafizəkar sistemin prezidentin islahatlarına imkan verməməsindən irəli gəlir. İran prezidenti dəfələrlə qeyd edib ki, mühafizəkar dairə onun islahatlarına imkan vermir və işləyə bilmir. Təbii ki, burada xalq da görür, günü-gündən də İran xalqının da vəziyyəti ağırlaşır. Ona görə də bu etirazları formalaşıb. Xüsusilə faslar yaşayan regionda faslar bu etirazlarda aktivdirlər, bir də kiçik biznes sahibləri. Bundan Amerika Birləşmiş Ştatları da, İsrail də istifadə edir. Çünki bu sanksiyaların nəticəsidir ki, İranda rejim zəifləşsin. Bu proses də o istiqamətə gedir. İndi İsrail və ABŞ çalışır ki, etirazçılara silahlar verilsin, ölümlər olsun və nəhayət ki, Suriya senarisini Əsədə qarşı necə belə bir silahlı münaqişə başladısa, İranda da elə bir silahlı münaqişə başlasın. Amma İran həqiqətən də çıxılmaz bir vəziyyətdədir, dalandadır. İran həmişə belə bir mitingləri idarə edib, bu böhrandan çıxıb. Amma bu indiki böhran çox çətindir. Çünki bu böhran mühafizəkar tarixi ilə prezident administrasiya arasında uçurum var. Çünki prezident silahlara getmək istəyir, mühafizəkar dairə buna imkan vermək istəmir. Ona görə də proseslər bu səviyyəyə gəlib. Bundan da dediyim kimi ABŞ və İsrail ciddi şəkildə istifadə etməyə çalışır. Amma düşünmürəm ki, Xamneyi tələm-tələsiz Moskvaya, Rusiya aparsınlar. Bu günlərdə Ali Təhlükəsizlik Şurasının iclası keçirilib, orada müəyyən də qərarlar qəbul olunub. İranda mühafizəkar sistem son ana qədər döyüşməyə də hazır görünür. Yəni proses bundan ibarətdir. Amma etirazlar həqiqətən də əvvəlki etirazlardan fərqlidir. Əvvəlki etirazlarda müəyyən siyasi şüarlar səsləndirilirdi dinc şəraitdə. Amma indi çox radikal şəkildə Z nəsli, indi gənclər ortadadır. Həmçinin İran şahının oğlunun İrana dəvət edilməsi istiqamətində də plakatlar açılır. Yəni görünür ki, bu etirazları idarə edən müəyyən mərkəzlər də var. Necə ki, İsrail 13 günlük müharibədən əvvəl İranın hərbi və kəşfiyyat sisteminə necə sızmışdırsa, indi İsrail üçün də hasandır ki, İranın vətəndaş cəmiyyətinə, xalqın içinə sızsın və orada çox ciddi şəkildə rejim əleyhinə, hakimiyyət əleyhinə iş aparsın. Və bu proses də buna uyğun gedir. İran hakimiyyəti də bu təhlükəni gördüyü üçün çalışır ki, müəyyən addımlar atsın. Amma hazırda İran tərəfi etirazları doğuracaq nəticələrə yox, yəni sosial-iqtisadi islahatlar yox, daha çox ABŞ və İsrailin mümkün hərbi təcavüzünə cavab vermək istiqamətində planlar üzərində işləyir. Və son olaraq bir məsələyə sizin münasibətinizi öyrənmək istəyirdik. Dünən Amerika nümayəndə heyəti, hərbiçilərdən ibarət nümayəndə heyəti Bakıda səfərdə idi. Onlar Prezident İlham Əliyevin də qəbulunda oldular. Sizcə bu səfərin, indiki situasiyada, indiki vəziyyətdə bu səfərin əhəmiyyətini siz necə dəyərləndirərdiniz? Bilirsiniz, bu sadəcə olaraq Amerika Birləşmiş Ştatları dünyada öz siyasətini həyata keçirir. Cənubi Qafqazda onun üçün bir prioritetdir və burada Azərbaycanla əməkdaşlıq istiqamətində ABŞ-ın yeni bir planı var. Və ABŞ da çalışır ki, Azərbaycanla bir çox məsələlərdə əməkdaşlıq edərsin, hərbi texniki əməkdaşlıq. Və bu hərbi texniki əməkdaşlıq da təbii ki, ABŞ Konqresinin
nümayəndələrinə də komitə sədrinin də Azərbaycana gəlməsi, yəni görünür ki, Amerika həmçinin Azərbaycana silah satışını da həyata keçirə bilər, bu qadağanı götürə bilər. 907-ci bədnam o akt var ki, o da konqresdə tamamilə ləğv edilə bilər. Yəni proses bu müstəvidən ibarətdir və Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz və Xəzər hövzəsində məhz Azərbaycanla strateji tərəfdaşlıq inkişaf etdirmə istiqamətində plana malikdir. Çox sağ olun. Maraqlı müsahibəyə görə sizə Çox öz sağ olun. təşəkkürümüzü bildiririk və dinləyicilərimizin diqqətinə bir daha çatdırmaq istəyirəm ki, bizimlə telefon bağlantısında politoloq Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə idi. Əziz dinləyicilərimiz, bununla da verilişimiz başa çatır. Biz sizinlə sabah yenidən eyni vaxtda və eyni məkanda görüşəcəyik. Ona qədər özünüzə yaxşı baxın. Sağ olun.